Hər vaxtınız xeyir olsun, dəyərli dostlarım. Test oxusundan maraqlı bir sualla təkrar qarşınızdayıq, bərabər etməyə çalışaq. Yəqin ki, görürsünüz bu kəsri. Bu kəsri ixtisar etdikdən sonra, bu kəsri ixtisar edib, MN kəsri alınır. Həmin MN əkobu M5 üstü M5, 7 üstü 10 olarsa, MNK cəmini məndən soruşur. Nəysə, baxın, burada açar söz, bax burada. Hikmət buradadır. Kəsrin tam ixtisar etdikdə, bax, məsələn, bir kəsr sənə göstərim uşaqlar. 12-də 4 kəsri. Bu ixtisar, tam ixtisar etdikdə, bax, tam ixtisar etdim. Nə qalacaq? 3-də 1. Və yaxud da 18-də 12 kəsri. Tam ixtisar etdim. Nə qalacaq? 18-i 6-ya böləcəm 3, 12-ni 6-ya böləcəm 2. Yəni bu nümunəni çoxalda bilərik. Fəqət diqqətlə baxsaq, hər kəsrin tam ixtisar olunandan sonra surət və məxrəci bir-biri ilə necədir? 2 ilə 3 necədir bir-biri ilə? Qarşılıqlı sadə. 1 ilə 3 necədir? Qarşılıqlı sadə. Yəni burada hikmət bundan ibarətdir ki, M və N, bax yazıram burada. M və N qarşılıqlı sadədir. Bax, qərara alındı. Bax, birinci etap budur ki, uşaq bilinsin ki, M burada qarşılıqlı sadədir. Qarşılıqlı sadədirsə, lap xatırlatma eləyək. Biz bilirik ki, qarşılıqlı sadə ədədlərin əbobu M və N qarşılıqlı sadədirsə, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Əkobu isə onların, bax, hətta yazım sənə. Əkobu isə M və N qarşılıqlı sadə isə, əkobu onların hasilinə bərabərdir. Sonra burada uşaq görür ki, qardaş, burada əkob M üstü 5, N üstü 5-i verib bərabərdir 7 üstü 10. Bax, burada növbəti etap, bax. Əgər tutaq 2 və 3 olsun. Bunlar aralarında nədir? Qarşılıqlı sadədir. Ədədin özü qarşılıqlı sadədirsə, bunların qüvvətləri də yenə də qarşılıqlı sadə olacaq da. Məsələn, 2 üstü 5, 3 üstü 5, 2 üstü 5, 32, 3 üstü 5, 243 eləyəcək. Yəni, orijinalı bunlar bir-biri ilə qarşılıqlı sadədirsə, qüvvətlər də yenə qarşılıqlı sadə eləyəcək. Demək ki, belə yazaq biz bunu növbəti etapda. Demək ki, əkobu dedik bunların hasilinə bərabərdir. Əkobu bunların hasilinə bərabərdir. Olacaq, yəni M üstü 5 vurulsun N üstü 5 bunların əkobuna bərabərdir. Düzdürmü? Bax, bərabərdir. Əkob M5 nöqtə vergül M5. Sonra görürəm ki, qardaş, bunu verib də əkob M5 M5-in qiymətini verib. Nəyə bərabərdir? 7 üstü 10-a. O zaman mən bax, buranı silirəm. Qələmim nə olur deyir? Enerji yığır. Qələmcə enerji yığır. Aha, qələmim biraz. Bax, buranı silirəm sənin üçün. Onun əvəzinə əkob M5, M5-in əvəzinə bax, onun dəyərini verib. 7 üstü 10. Bunu burada yazıram. Bərabərdir 7 üstü 10. Biz sonra bilirik ki, natural üstü qüvvət mövzusundan M vur N üstə 5 yaza bilərik. 7 üstü 10-u da 7 üstü 2 üstü 5 şəklində yaza bilərik. Əgər növbəti bilməmiz gerəkən, əgər üstlər eynidirsə, əsaslar da eyni olmalıdır. Yəni, M bərabərdir, M vur N bərabərdir, 7 üstü 2 və yaxud da 49. Aha, gəldik, tapdıq bunu. Hasili 49-dur və bunu unutmuruq ki, M və N arasında qarşılıqlı sadədir. Yəni, bu, əgər uşaq düşünsək ki, qələmi də dəyişim. Biri 7 vur 7-dir, bir kərə fərqli olmalıdır, tamamilə yanlışdır. Amma elə ehtimal yazım. Ya 1 49-dur, ya da ki, 49 vur 1-dir. 49 vur 1. 7 vur 7 ola bilməz, səbəbi də aralarında qarşılıqlı sadə deyil. Ya M1, N49-dur, bax, yenə deyirəm, ya M1, N49-dur, ya da M49, M1-dir. İndi bunun hansıdır deyəndə, bax, buradan qərar alırsan. Bax, bu kəsir burada, bunun, belə deyək də, ən kəsir böyüyü bu olur. Bu kəsir şübhəsiz böyük olur. Yəni, bu adi K-dır, bu isə həmin K-nın 100 qatıdır. O zaman, və bu da buna dənkdir, bərabərdir, bu da buna bərabərdir. O zaman M 100K üstə gəl 47 olmalıdır. Bunu belə yazın, bax. Buradan ayrım sən sönün, bax. Yazım ki, K üstə gəl 2 bölünsün 100K üstə gəlsin 47. Bərabərdir, dedi ki, M və N-ə belə yazılır, ixtisar eləyib. Dolayısıyla bərabərdir, M, aşağıda M-dir, bağışlayın. M-im olacaq 49, N-im olacaq 1. Razısınız? Razıyıq. Sonra bunu çarpaz vuraq. Çarpaz vursaq, olacaq 49K, qısa yazalım, mötərizə falan, 49K üstə gəlsin 98 bərabərdir, yəni çarpaz bax, tənasıb kimi, bunu qara qələmlə göstərim. Bunu buna vurdum, bunu da buna vuracam. 49K bərabərdir 98, bərabərdir 100K, üstə gəlsin 47. O zaman K-ları qarşı tərəfə keçirsək, buradan qalacaq, bu qarşı tərəfə keçsək, qalacaq 51K, bərabərdir 47 ilə 98-in yanına gəlsə, qalacaq 51. Düzdür? Baxın, aha. K da bərabər oldu 1. K-nı 1 tapdıq. M-i az öncə tapdıq ki, M 49-dur, M 49-dur, N də 1. Bunların cəmini məndən soruşur. Üçünün toplam cəmi 51. Yoxsa nə cəmini soruşur da? MNK cəmini soruşur. Cavab elədir 51. Belə bir maraqlı, nisbətən ustalıq, biraz əziyyət, diqqət tələb edən bir sual idi.